bəşər tarixi sübut edir ki, heç kim anadan gəlmə qəhrəman olmur. Qəhrəmanlığın da öz əlifbası var. Əsl igidlik təhsili yurt səngərində başlayır. Vətənə, xalqına, ana ismətinə, bacı namusuna, el qeyrətinə dayaq olan səngərdə mərdlik dərslərindən keçərək mənən ucalır. Qəhrəmanlıq hər kəsin öz içində gizli yaşayır. Qəhrəmanlıq məcazi mənada desək, insan varlığının dərinliyində bir köz kimi işıldayır. Daim közərərək gözə və ürəyə işıq verir. Bu mənəvi qüvvə hansı məqamda istəsən odlanar, aləmi öz alovuna bürüyər. Hər hansı gənc döyüşçünün qəhrəman olub olmaması barədə qabaqcadan deyilən sözün məsuliyyəti çoxdur. Söz var ki, əskərin qüdrətini artırar. Söz də var ki, onun qəlbini, döyüş əzmini sındırar. Bu məsləhəti heç vaxt unutmayaq. Gənc döyüşçü yaxud ordu haqqında mühakimə irəli sürəndə çox düşünək, təkrar fikirləşək və yenə də düşünək. Sözün həqiqi mənasında əsl vətən oğlu təmənnasız yurd aşiqidir. Onlar ana vətənimiz öl deyəndə ölən, qal deyəndə dəyərli ömür sürməyə imza atan igidlərimizdir.